Həftəlik bürclər, dolça əkizlər, tərəzi bürclərini, hava ünsürlərini 27 iyuldan avqustun 3-nə doğru nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar əslində bu həftə gözəl həftə olacaq. Yəni istədiyiniz hər bir şeyi gücləndirə bilərsiniz. Enerji olaraq, düşüncə olaraq, fikir olaraq, şanslar olaraq, ailə dəstəyi, ətrafınızdan gözlədiyiniz maddisal dəstək. Bunların hamısını özünüzə doğru güclü bir şəkildə çəkəcəksiniz. Sadəcə narahat edən məqamlardan biri bilirsiniz nədir dolçalar? Sizin qərarsızlığınız. Daim elə bir qərarsızlıqda qalacaqsınız. Hansı etapa doğru gedim, özümü necə aktivləşdirim, zamanla əlaqədar özümü necə tamamlaya bilərəm kimi bir dəngəsizliyiniz, bir kaşa vəziyyətiniz olacaq ki, hansı yeni enerjide olacağınızı özünüzdə seçə bilməyəcəksiniz. Bəli, maddiyyatınızı dəyərləndirəcəksiniz, şəxsiyyətin əlaqədar tamamlanmaya keçəcəksiniz. Yeni bir tanışlıqlar da ola bilər avqustun əvvəllərində sizdə və o qədər emosional hər şeyə yanaşacaqsınız. Hər kəsi öz doğmavız kimi yanaşacaqsınız və hər kəsdən konflikt söz-söhbət etmədən çəkilib, belə deyim də, normal şəkildə münasibət qurmağa çalışacağınız insanlara ünsiyyət quracaqsınız. Bəli, gözəl həftə olacaq. Mən çox bəyəndim çünki enerjiləriniz də sakit olacaq. Sadəcə özünüzün içərisində olan şübhələr və qərarsızlıqlarınız sizin addımlarınızı zamanla əlaqədar gecikdirə bilər. Bunu bir dənə ciddi bir şəkildə aktivləşdirməlisiniz. Amma əkizlərə dolçaların həftəlik uğurları 81%-ə qədərdir. Amma əkizlərə gələndə əkizlər sizin həftəniz uğurlu bir vəziyyətdə olmayacaq. Çox mübahisəlik, konflikt, insanların nəyisə dəfələrlə başa salmaq, öfkə, aqressiya ilə bildirmək, insanların oyunlarını göstərmək, belə deyim də, hər şey ayrılığa, hər şey parçalanmaya, belə deyim də, negativ formada yönləndirməyiniz olacaq. Nəyi necə edəcəyinizi, özünüzü necə aparacağınızı, zamanla əlaqədar toparlayacağınızı görmədim. İstədiyiniz sevgi, istədiyiniz diqqət əkizlər bu həftə əldə edə bilməyəcəksiniz. Çünki özünüz də özünüzdən tamamlanmamış bir vəziyyətdə olacaqsınız. Bunu düzəltməyiniz biraz avqustun 6-sına qədər çəkə bilər. Bunu dəngələşdirməlisiniz. Danışıqlarımıza fikir veririk. İş, pul, dövlətlə əlaqədar bəzi problemləri böyüdə bilərsiniz. Narahatçılığınızı daha da artıra bilərsiniz. Maddisal sferanızda olan yarımçıqları, məxaricləri belə deyim də, daha da çoxalda bilərsiniz. Mənim xoşum gəlmədi. Enerjiniz normal deyil. 64%-ə qədər əkizlər həftənizi uğurlu edə bilərsiniz. Boğaz, nəfəs, qida borusunda narahatçılıqlar mədə bağırsağa qədər apara bilər. Əkizlər buna fikir verməlisiniz. Tərəzilərə gələndə isə tərəzilərin bu həftə ən böyük problemi belə deyim də, maddiyyatı idarə edə bilməməkdir. Zamanın səbirsizliyi, beyin düşüncələrdə belə deyim, plansız şəkildə yanaşma, hər şeyi külək formasında aparma, yəni dəngəsiz bir addımlarınız olacaq ki, bugünümüzlə sabahınız tutuşmamış bir vəziyyət olacaq. Gözünüzlə bağlı allergik və yaxud da gözünüzlə bağlı zəif narahatçılıqlar, təzyiq problemləri aktivləşə bilər tərəzilər. Bu həftə plan qurmalısınız. Ən çox da işiniz, pulunuz, maddiyyatınızla qədər ya dəyişim, ya da yeni bir addımlara doğru vəzifə olaraq